Neftçinin U17 komandası həftə sonu keçirəcəyi Dinamo ilə oyunun hazırlığını davam etdirir. Futbolçumuz Ramin Abiyev xəstələndiyi üçün Palm Sports futbol mərkəzində təşkil olunan hazırlıqda iştirak etməyib. Zədəli futbolçular Ramil Sazanov və Sahib Xəlilli isə fərdi məşqlə kifayətləniblər. A qrupunda ilk 7 turda 5 qələbə qazanıb 2 heç edən komandamız topladığı 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Neftçinin heyətində cəzalı futbolçu olmasa da rəqibdə Seyid Əhməd Qədirov bu maçı buraxacaq. Ağqaraların məşqçisi Tural Lətifov və futbolçular Hüseyn Hümbətovla Xəzər Nağzadə komandanın hazırki durumu və növbəti oyunla bağlı fikirlərini bölüşüblər. Çempionatla bağlı onu deyə bilərəm ki, sizin də qeyd elədiyiniz kimi 5 qələbə, 2 heç-heçə və 0 məğlubiyyət. Amma bu o demək deyil ki, biz tam buna fokuslanırıq. Əsas olan məqsəd odur ki, uşaqlar inkişaf eləsinlər. Çünki bizim ən əsas məqsədimiz odur ki, Neftçi Futbol Klubunun gələcəyi naminə və irəlidəki illərdə 17-dən 19-a, 19-dan ÖZC heyətdən əsas komandaya futbolçular yüksəlsin və bu dəqiqə əsas məqsədimiz o yöndə futbolçuları inkişaf elətdirməkdir. Əlbəttə ki, 2 heç-heçə, 0 məğlubiyyət, 5 qalibiyyət bizi sevindirir, amma ən çox sevindirici hallar odur ki, qeyd edilən bütün tapşırıqları artıq son 2-3 həftədə futbolçular daha yaxşı yerinə yetirməyə başlayıblar və yaxın bir zamanda da istərik ki, öz yaş kateqoriyasına uyğun milli komanda ilə dəvət alan futbolçular Neftçidən daha çox təşkilləsin. Ümumi durum yaxşıdır, əlbəttə pozitiv ab-hava hökm sürür komandanın heyətində. Gözləntilərimiz əlbəttə ki, Neftçi Futbol Klubunda işləməyimizi və Neftçi Futbol Klubunda olmağımızı nəzərə alsaq, bütün cami olaraq biz istərik ki, qalib gələk və qalibiyyət üçün çıxırıq, amma heç bir rəqibə də qarşı hörmətsizlik eləmirik, yuxarıdan aşağı baxmırıq, çünki hər bir rəqibə ciddi yanaşırıq. Amma tanış bir rəqibdir, birinci dövrədə onlarla oynamışıq, artıq zəif və güclü tərəflərini bilirik. Bacardığımız qədər hər şey eləyəcəyik ki, futbolçuları sırf qələbəyə və yaxşı bir oyuna kökləyək. Birinci tur 4-1 oynamışdıq, elə də yaxşı oyun olmamışdı. İnanıram ki, bu tur yaxşı bir oyun keçirəcəyik və böyük hesabdan qələbə qazanacaq. Düşünürəm ki, bundan sonraki heç bir oyunda məğlub olmayacağıq, məğlub olmama seriyamızı davam elətdirəcəyik. Məqsədimiz keçən ilki kimi yenə çempion olmaqdır. Özüm haqqında da deyə bilərəm ki, həm istəyirəm bu il çempion olaq, həm də məqsədim bu il bitməmiş A komandada debüt etmək istəyirəm. Qeyd edək ki, 9-cu tur çərçivəsində Palm Sports futbol mərkəzində oynanılacaq Neftçi Dinamo maçı noyabrın 22-si saat 19-da başlanacaq və Neftçi TV-də canlı yayımlanacaq.